Bu gün avqustun 1-i qətl hadisəsi baş verib. Hadisə Sabunçu rayonu Elşən Məmmədov küçəsində qeydə alınıb. 54 yaşlı Sevinç Məmmədovanı qətlə yetirməkdə oğlu 34 yaşlı Elvin Məmmədov şübhəli bilinir. Qeyd edim ki, hadisə səhər saatlarında baş verib və qonşularla həmsöhbət olduq. Bildirirlər ki, oğlanın psixoloji problemi olub, sakit ailə olublar və bundan öncə də Elvin Məmmədovun bir dəfə özünə qəsd etmə halı qonşular tərəfindən aşkarlanıb. Bir də özünə deyəsən qəsdlilik, ruh xəstəliyi var idi onun. Bəli. Bundan başqa da elə bilmirəm, başqa evdə qalırdı bu. Ulan elə gündüzlər işdən gələndə görürdük, otururdu, çöldə eləyirdi. Müalicəsi var idi. Güman var ki, xəstəliyinə qarşı. Güman var ki, müalicəni gec alıb. Ona görə psixologiyadır. Ona görə gecə hadisə olub. Hələ bilinmir nədir, nə məsələdir. Anası bilmirəm, şirniyyatda zadda çalışırdı. Harada çalışırdı bilmirəm, amma şirniyyat yerində ağıllı, başlı, tərbiyəli. Sadəcə olaraq Allah şeytana elə. Ana. Uşaq bursa ruhu xəstə idi, bir sözdə. Bundan əvvəl belə hadisələr baş verib? Görməmişəm. Mən 3 ildir bura köçmüşəm, heç nə görməmişəm. Qonşuların sözlərinə görə hadisə baş verən günü Elvin anası ilə evdə olub. Bu hadisədən sonra qapını polislər açmayıb. Hüquq mühafizə orqanları mənzilə məcburi daxil olublar. Bir anası olub, bir özü olubdu da burada. Ona görə xəbərimiz olmayıb nətər oldu. Oğlan burada qalırdı. Hə, burada da evləri var idi. Bu evlər də onlarındır. Bir də yuxarıda evlər var, amma burada qalırdı həmin gecə. Bu evdə kimlər qalır? Yəni ana, ata, bir də uşaqlar. Ha, bir oydu da, bu uşaqlar bir oydu. Bir də ana, ata. Hə, bir atadır, bir ana, bir də oğlu. Cinayəti törətməkdə şübhəli bilinən Elvin Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Toğrul Quluzadə, Sərxan Daşdəmirov, İTV Xəbər.